Üçüncü blok imtahanda istifadə olunan üçüncü sualımıza baxaq. Cədvəl şəklində verilib. Deyir ki, yanlış fikirləri seçin. Demək, mövzu əvəzliklər mövzusudur. Uşaqlar, baxaq. O elə səhər axşam külün qırağında dayanıb nəsə pıçıldayır. Bax, pıçıldayır kim o? Bu nədir? Şəxs əvəzliyi. Baxın, burada elə necə sualına cavab vermir, hansı sualına cavab vermir. Burada heç bir suala cavab vermir. Bu nədir? Ədatdır. Bu şey deyil. Yəni, bağlacı deyil. Daha doğrusu əvəzlik deyil. İsmi əvəz edən əvəzliklərin məna növü fərqlidir. Burada bir dənə də nəsə əvəzlik var. Eləmi? Bax, bu şəxs əvəzliyidir, bu da qeyri-müəyyən əvəzlik, bu düzdür. İsmi əvəz edən əvəzliklərin məna növü fərqlidir. Biri şəxsdir, biri qeyri-müəyyən əvəzlik. İşarə və şəxs əvəzliyi quruluşca eyni növdür. Baxın, burada işarə əvəzliyi yoxdur. Eləni qəsd edir, amma elə burada bildiyimiz kimi ədatdır. Ona görə yanlış fikir olaraq 2-ni götürəcəm. Sonra Lalə bütün bunları, bax, bütün bunları, eləmi, bizsə hey danışır, bəlkə də bizə təskinlik vermək üçün deyirdi. 3 dənə əvəzliyimiz var. İşarə əvəzliklərin biri ismi, digəri sifəti əvəz etmişdir. İşarə əvəzliyi bir dənə budur burada. Burada ismi əvəz edir. Başqa işarə əvəzliyi yoxdur. Bu nədir? Təyin əvəzlikdir. Bu işarədir. Bu da şəxsdir. Ona görə 3-ü götürəcəm də yanlış olaraq. Elə deyil. Qrammatik şəkilçi qəbul etmiş əvəzliklərin məna növü fərqlidir. Bizə şəxs əvəzliyidir. Bu da işarə əvəzliyidir. Bu da doğru fikir olduğu üçün 4 getdi. Atsan ev-eşik sənin bu qoca, eləmi? Əldən düşmüş vaxtında nəyinə lazımdır? 3 dənə əvəzliyimiz var burada da. Deyir ki, əvəzliklərin hər biri müxtəlif məna növünə aiddir. Bu şəxsdir, bu işarədir, bu da sualdır, bu doğru fikirdir. Sən yanlış fikir lazımdır. Şəkilçi ilə işləmiş əvəzliklər. Bir budur, bir də bu, eləmi? Quruluşca deyir, fərqlidir. Xeyr, bu da sadədir, bu da sadədir. Demək, yanlış fikirdə biri 6 oldu. 2, 3, 6 oldu.